Polisindən bölmə rəisi Arif Əliyev. Ha, buyur eşidirəm. Bir polis var, özünü təqdim elədi mənə. İndi zəng vurub telefonlaşmıram. Mənə deyir ki, danışıq vaxtı. Sən ki, ora nə zəng vurmuşsan, sən mənə belə təxribat şeylər deyir. Deyir ki, Daxili İşlər Nazirliyinin fəaliyyətini dayandırsan, mənə deyir. Mən də bununla bağlı müraciət edəcəm Daxili İşlər Nazirliyinə ki, görüb bu nə söz deyir vətəndaşa. Bildim, bir söz deyil. Siz ki, əmək haqqın verilmir, gödəklərlə adiyalım orada qalır. Ha, bu ha, elədir. Siz verin. Müraciət eləmişsiniz ki, zəng olunmamasından narazılığımı bildirirəm. Ha. Və sizə zəng olunma baxın, sizlə danışılıb ki... Mənlə danışılıbdır, düzdür, zəng olunub danışılıbdır. Mən müəyyən şeylər deyibdir, düz deyibdir müəyyən şeylər. Amma mənə qayıdıb, yəni çox onlara xeyir olsun deyinə deyir. Deyir ki, sən Daxili İşlər Nazirliyinin fəaliyyətini dayandırırsan, 2 dəfə 102 edib. Mən fəaliyyət dayandırıram, Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edirəm ki, belə deyir, mənə təxribat yaradır. Yox, təxribatdan mən devləti dəstəkləyən adamam, durulmaz, təxribat edir sözlər deyil.